Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə hörmətli, dəyərli ustadlara, məclisdə olan ağalara, xanıma salam ərz edirəm. Bu günlərisi Azərin 23 olaraq havada maşallah gözəlləşir, qar yağıb, maşınları çətin çıxartmaq olur, parkingidən, evdən. Təşəkkür eləməliyik əziz dostlardan ki, belə bir havada, belə bir çətin durumda, belə bir vaxtda eləyə biliblər, bu məclisdə iştirak eləsinlər. Doğrudan da, dərindən də öz minnətdarlığımı bildirirəm. Deyir ki, könül aşıqısən, dolan, yorulma, hey başına, ayağına vətənin, bu cənnətdən qeyri yana vurulma, hissi ucağına vətənin. Ata yolu saxlayar mı hər oğul? Öz yurdunun qurbanıdır nər oğul. O bir ana, mən də ona bir oğul. Sığınmışam qucağına vətənin. Biz öz metodolojimizə dayanaraq demək olar ki, ayələrin diqqətlə türkçə tərcüməsini sizlərə təqdim edəcəyik. Tərcümədən sonra gəlib ayələrin şərhinə, açıqlamağına baxacağıq. Bir də bu günün münasibətində hər halda Azər ayındayıq. 21 Azər, 25 Azər. Bununla bağlı da bir qıssaca söhbətimiz olacaqdır. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Fərəcəhu ilə ənfusihim fəqalu innəkum əntumuz-zalimun. Onlar özlərinə qeydlər. 64-dən başlayırıq da ki, orada mənanı yetirə bilər. Dedilər ki, sizsiz zalimlər. ثم نكسوا على رؤوسهم لقد علمت ما هؤلاء ينطقون. Onlar o hemen İbrahim'in macerasında olanlar ki, İbrahim o botları sındırmıştı ki, geldi İbrahim ona dedi ki, mən sındırmamışam onları, o böyük bot sındırıbdı. Yol. Onlar başlarını saldılar aşağıya. Başlarını saldılar aşağıya ve İbrahim'e dediler ki, ma haulâi yentikun. Ah, sen bilirsən ki, bunlar danışmazlar. Necə olubdu? Qâle əfə tə'budûne min dûnillâhi ma la yenfəukum şey'ən və la yadurrukum. İbrahim dedi ki, elə isə hələ də Allahı qoyub siz nə xeyri, nə zərəri verəni ibadət edirsiniz. Bir şeyi ibadət edirsiniz ki, sizə nə xeyri var, nə zərəri var. Allah'a qoyubsuz onu ibadət edirsiniz. Uffin ləkum və ləmə tə'budûne min dûnillâhi əfələ təqilun. Əfsus olsun sizlərə. Siz Allah'ı qoyub onun yerinə ayrılarını ibadət edirsiniz. Əfələ təqilun. Və siz heç dərk eləmirsiniz. Ağlınıza salmırsınız. Qalu harriquhu vansuru alihatakum in kuntum fa'ilin. Onlar dedilər, o İbrahimin qabağında dayanlar dedilər ki, harriquhu
İbrahimi yandırın, ilahələrinizə yardım edin bu yandırmaqla. In kuntum failin. Əgər istəyirsiniz bir iş görəsiniz, yəni iş görsədəsiniz, bu işi görsətmək budur ki, bir şey bunu yandırasınız və botlarınıza da yardım edəsiniz. Qulna ya naru kuni bərdən və salaman ala İbrahimə. Biz əlova dedik ki, sən İbrahimə qarşı sərin və zərərsiz olcunan. Və əradu bihi keydən fəcəəlnəhumul əxsərin. Bunlar İbrahimə hilə vurmaq istədilər, keydən. Fəcəəlnəhumul əxsərin. Biz də onları daha çox ziyana düşmüş duruma qoyduq. Əl-əxsərin. Və nəccəynahu və lutən iləl ərzi barakna fiha lil'aləmin. Biz İbrahimi və Lutu xilas etdik. Aləmlər üçün bərəkət verdiyimiz yerə çatdırdıq. O yerə ki biz bərəkət vermişdik, biz İbrahimi ora çatdırdıq. Və vəhəbna ləhu İshaqə və Yaqubə nafilətən və kullən cəəlna salihin. Biz İbrahimə İshaqı və Yaqubu bəxş etdik və onları salih insan etdik. Və cəəlna salihin, salih insan etdik. Və cəəlnəhum əimmətən yəhdunə bi əmrinə və əvhəynə iləyhim fi'ləl xeyrati və iqaməs salati və itəəz zəkati və kanu lənə abidin. Biz onları, yəni İshaqı, Yaqubu, onları əmrimizlə doğru yola göstərən imamlar etdik. Onlar xeyirli işlərə, namaz qılmağı, zəkat verməyi vəhy etdik. Bu xeyirli işlərdən namaz qılmaq, zəkatı vermək idi ki, biz ona vəhy etdik. Kanu lənə abidin. Onlar bizə ibadət edənlərdilər. Və lutən ətəynəhu hukmən və ilmən və nəccəynəhu minəl qəryətəlləti kənət tə'məlul xəbaithə innəhum kanu qavmə səv'in fasiqin. Biz Luta hökm və bilim verdik. Hökm və bilim verdik. Hökm peyğəmbərlik, hakimiyyət. Onu çirkin işlər görən məmləkətdən xilas etdik. Onlar pis iş görən fasik insanlardılar. Qavmə səv'in. Və ədxəlnəhu fi rəhmətinə innəhu minəs salihin. Biz Lutu, bu ho qeydir Luta, biz Lutu mərhəmətimizə daxil etdik. O həqiqətən bir salih insandır. Xub, əzizlər, biz indi bu tərcümədən sonra gəlirik ayələrin üstündə biz işləyək. Xub, demək olar ki, sözü belə başlamalıyıq ki, biz tərsə işlərdən, tərsə kələmələrdən, tərsə istilahlardan, tərsə ibarətlərdən, tərsə cümlələrdən, tərsə düşüncələrdən, tərsə yaşayışlardan, bunlardan qurtulanmırıq. Biz necə bu tərsələrdən qurtulmalıyıq? Kələmələri bizə tərsə məna eləyirlər. İbarətləri, cümlələri bizə tərsə çatdırırlar. Bu kələmələr ki,
və cümlələr ki, tərsə məna olur, tərsə anlamlar ona yükləyirlər, gəlir bizim düşüncələrimizi də tərsə bara gətirir. Ona görə bu bədəllərin və qullabi düşüncələrin içindən özümüzü qurtarmaq böyük və ağır bir iş olmalıdır. Necə siz davaxanaya gedirsiniz birdən, davaxanada deyirlər ki, bir əsli dava var, bir də bunun bədəli vardı. Elə Qur'anda da bu cürdür. Qur'anın da bir əslisi, bir bədəli var. Fəlsəfə, tərsə fəlsəfə, düz fəlsəfə. Hikmət, tərsə hikmət, düz hikmət. İrfan, tərsə irfan, düz irfan. Əxlaq, tərsə əxlaq, düz əxlaq. Siyasiyyat, düz siyasiyyat, tərsə siyasiyyat. Bu tərsə düşüncələr gəlir bizim baxışığımızı İslamda da iki İslama demək olar bölür. Bir tərsə İslam, bir düz İslam. Axı İslam sülhü gətirməli idi, barış gətirməli idi. O idi ki, insanlar bir-birinin yanında o huzura, aramçılığa yetişməli idilər. Təsamuhla, təsahüllə keçinməli idilər. Digər dinlərə, digər dillərə yol verməli idilər. Belə bir İslamıdır. Ya yox, tərsə İslam bütün içində savaşıq, millətləri bir-birinin canına salmaq, geri saxlamaq, bir mütərəqqi irtica ilə bizi üzbəüz eləmək, bunların sınırlarını bir-biri ilə necə biz ayıra bilərik? Hər halda bunların hamısı bizim o baxışığımızdan asılıdır da. Biz baxışığımızı demək olar düzəltməliyik. O 4 iqlim ki vardı, oradan biz epistemə və mərifəti götürürük. Mavəra o təbiədir, həman metafizikdir, təbiətdir və insanın özüdür və insanın münasibətləri digər insanlarındandır. Bu 4 qələmruda, 4 sahədə ki biz eləyə bilirik, episteməni oradan istixrac eləyək və götürək, orada biz baxışıqlarımızı düzəltməliyik. Qur'an təhcə bir dənə sadə olaraq bir dini kitab deyil. Elə buradan başlamalıyıq. Qur'an bir fəlsəfi, hekmi, mərifəti, ictimai və kültürel bir kitabdır. Biz Qur'anda baxanda ictimaiyyatı da görürük, fəlsəfiyyatı da görürük, hikmətlər də görürük. Bir sıra kültürel ya fərhəngi dəbləri, işləri də siz Qur'anda görürsünüz. Belə bir tərsə baxış, belə bir doğru baxışını siz digər məktəblərdə də görə bilərsiniz. Məsələn, siz örnək olaraq Marksizmə baxsaz, Marksizm başlanğıcı bir dənə ziddi şəxsiyyəti bir dənə məktəbdir. Yəni nə mənə? Bunlar determinizmi historiki tərh eləyəndə, yəni cəbri tarixini qoyanda ortalığa, gəldilər ki, tarixdə olan şəxsiyyətləri silsinlər. Desinlər ki, tarixdə şəxsiyyətlərin rolu yoxdur. O ki, tarixi, o Hegelin sözüdür da, tarixin çəxlərini hərəkətə gətirir, tarixin özüdür. Və burada bu qəhrəmanlar onun qabağında təhk eləyə bilərlər, təslim olsunlar determinizmi historikdən. Yəni bunlar gəldilər şəxsiyyətləri və böyük insanları əzmək üçün yetirdilər tarixdən bir dənə böyük şəxsiyyət bizə yaratdılar. Amma bu şəxsiyyətin bu məktəbin öz içində siz baxırsınız, görürsünüz ki, böyük şəxsiyyətlərlə, personal insanlarla ki, kişi şəxsiyyətiyə düşdülər və İbrahimin botlarına çöndülər, siz görürsünüz.
Leninizm, Stalinizm, Trotskiyizm və Maoizm. Bunlar hamısı o şəxsiyyətləridirlər ki, bu məktəbin içindən çıxdılar, özləri də böyük bir şəxsiyyətə və botlara çöndülər. Millətləri oda çəkdilər. Belə bir işi də biz Qur'anla bağlı da biz görürük. Demək olar ki, siz baxsaz, bir tərsə düşüncə Qur'anla bağlı budur ki, bu Qur'an bir sadə kitabdır. Bu oxumaq üçündür, ölülər üçündür. Qəbirlərdə ölülərə oxuya bilərsiniz. Bunun içindən siz fəlsəfə, hikmət, ictimaiyyat, məişətin, yaşayış, fəlsəfə, bunlar heç birinizi çıxada bilənməzsiniz. Bizcə bu bir dənə Qur'anla bağlı tərsə düşüncə. Hər halda biz o bəhsləri ki açmışıq Instagramda və Telegramda, siz onlara baxsaz, gəlmişik demişik, bizim iki cürə İslamımız ola bilər. Bir şub İslamdır, yəni tərsə İslamdır. Bu bir dənə qolçaq olaraq qərb dünyasından, istimar aləmindən bir para hakimlərin əlinə verilib, nüsxəsi orada yazılır və deyirlər ki, millətlərlə siz belə davranmalısınız, ta millətləri İslamdan çıxaldasınız, ateist, sekular, bunları bara gətirəsiz. Biz sizlərə dolar xərcləməyəcək, belə tərsə düşüncəni xərcləyəcək. Bu tərsə düşüncə ilə biz öz istədiyimizə çatacaq. Bir dənə də bizim doğru, düzgün İslam vardır ki, o İslamın içində dedik ki, bir əqlaniyyət vardır. Yəni iman orada əqlaniyyətə dayanır. Təsahül var, təsamuh var, ədalət var, zülm ilə mübarizəyə çıxmaq vardır. Bu da İslam-ı qeyri-şuubidir ki, bunun fərqli çeşidləri vardır ki, türkü İslamı biz gəldik orada açdıq. Bizə dedilər ki, axı İslamı siz milliyyətlərə niyə bölürsünüz? Axı, bu nə işdir sən görürsən? Bu işlərdən əl götürün. Biz dedik ki, axı bə, türkü İslam bu məniyədir ki, türkün tarix boyu bir dənə əqlaniyyətə əl tapıbdır, bir rəhyafdır tarixidə. Bu əqlaniyyət fərqlidir ərəblərlə, farslarla, hindilərlə, almanlılarla, ruslarla. Bu millətlərin özlərinə görə əqlaniyyətləri vardır. Biz bunları öz başımıza çıxartmırdıq. Ərəb dünyasında çoxlu mütəfəkkirlər burada çalışmışlar. Dötür Həsən Hənəfi, Muhammed Arkon, Muhammed Əl-Cabiri. Bunlar hamısı çalışdılar ki, bir əqlaniyyət ərəbini bağımsız və müstəqil o birisi əqlaniyyətlərdən meydana qoysunlar. Çoxlu da kitablar yazdılar və bizim də bir para roşan fikirlərimiz də oradan elə mətləblər götürdülər. Hermodonik bəhslərini, Şəbistəricil oradan alırdılar, ərəblərin ağızlarından alırdılar, gətirirdilər. Ona görə bizə dedilər ki, siz öz varlığınızı qoyun ortalığa. Axı, bu İslam-ı Türküdə nə vardı? Biz dedik ki, baba, bu İslam-ı Türküdə o qədər mütəfəkkirlər çıxıblar, o qədər alimlər çıxıblar, o qədər kitablar yazıblar. Bir bəbir gəldik, onları tərh elədik. Bax, İsmail Qaspralıdan, Şeyx Şamildən, Nəcib Tüntəridən, ərz eləyim, Ziya Göyalpıdan, Yusuf Akçoradan, Əbdülnəsir Kursavidən, Şəhabəddin Mərcanidən, Musa Carullahdan, Alim Canbarudidən, Şəmsəddin Muhammed Kültəsidən, Muhammed Nəcib Tüntəri, Ziyəddin Kəmali, Hüseyn Feyzxanov, Qəyyum Nasiri. Bunların hamısını mən məqalə yazmışam. Telegramda siz bunları görə bilərsiniz. Calibi budur ki, bu tək bu şəxsiyyətlər eyni halda ki, bunlar ən birinci istəklər bu idi ki, biz İslamı türkü düşünməliyik. Qur'anı biz türkücə tərcümə etməliyik, amma rus dilinə də hörmət qail oldular. Deyirlər, rus dili də bizim dilim. Bəran ki, biz düşünə bilək ki, rusların o roşan fikirlərini əş görürlər. Biz rus dilini
Türk dilinin yanında, Qafqazda, Tataristanda, bunların hamısında biz oxumalıyıq. Calibi bu idi ki, mən bunları tək-tək oxuyanda baxırdım, görürdüm ki, bu Türk İslamın bir dənə cövhərəsi vardı, hamısı bunun üstünə barmaq qoyurlar. Hamısı barmaq qoyurlar. O da budur ki, biz təqlid əhli dərik. Bu İslam təhqiq əhlidir. Əslən bunlar özləri təhlil edilir. Deyir də Peyğəmbər İslamdan sonra müqəllid böyütmədi. Nə böyüdürdü? Müştehid böyüdürdü. Axı bu müştehidlərə dayanaraq İslam coğrafiyayı bəsti tapırdı, hər yanda genişlənirdi. Müqəllidin dövrəsinə yığışan olmaz ki. Müştehidin, o ki ictihad sahəsinə çatırdı, tək-tək şahidlərini müştehid və müstəqil bara gətirirdi, bunların dövrəsinə yığışırdılar. Ona görə Türk İslam bir dənə muhaqqiqanə İslamdır, müqəllidanə İslam deyil. Türk İslamda siz vasitə görmüsünüz. Eyni o dədə-baba sözlərimiz ki var, deyərlər, 12 imama yalvarınca bir Allaha yalvar. Böyle dədə-babadan bizə yetişib ki, biz istəsək məna aləminə qovuşaq, müstəqim, bizə lazım da bir nəfər gələ deyək ki, mən sənin əlindən yapışacam, sənə çatdıram. Çünki Peyğəmbərdən sonra xətmi nübüvvət olub da, əqlaniyyət açılıb da, nə zəncirləri var idi, o zəncirlərin hamısını açdı da, siz indi uçmalısınız, siz ya uçasınız. Xoş, buradan bir ikinci mətləbə də mən işarət eləməliyəm. 21 Azər, elə bununla da bağlı bir tərsə düşüncə vardı, ona işarət eləməliyik. Siz görürsünüz ki, bu şubilər və İran şəhri düşüncəsində bu 21 Azəri bizə demək olar azadlıq günü, qurtuluş günü bizə tanıtdırarlar. 1324-də Firqi Demokrat Pişəvərlinin öndərliyi ilə, liderliyi ilə Azərbaycanda yaranır. Bir il demək olar bu davam edir. 21 ta 25 Azər 1325-də də bu neyniyir? Bunu aradan götürürlər. Bir dənə kitab vardı, Müqavimət şikəstə Tarixi Təhvilat İctimai İran, Canforandandır. Bu Canforan 411-ci səhifəsində Əhməd Tədəyyün tərcümə edibdir. Orada yazır ki, o xidmətləri ki, firqə bir ildə elədi Azərbaycana, 20 ildə Rızaxan eləyənmədi. Eyni bu cümləsini orada gətirir. Axı deyir, neynədilər bunlar? Deyir ki, bunlar həqqi rəy verdilər xanımlara, ağaların müqabilində. 17 il ondan sonra demək olar, İtaliyada, Belçikdə, Yunanda, Japonda, Suisdə xanımlara həqqi rəy verildi. Qanun Cami Kar işləməyin barəsində bir dənə böyük cami qanunu onlar yaratdılar. Bütün ənbarlar ki, o ərbabzadələrin əlində idilər, der vaqa bir para dövlətçilərin əlindədir, hamısını açdılar, qiymətləri bazarda tədil elədilər. Ərz edin ki, bəhri malikanəni düzəltdilər. Kalahay təcəmmülün hamısına maliyyat bağladılar. Təbrizin bütün xiyabanları asfalt oldu. Klaslar düzəltdilər milləti basavad eləmək üçün. Milli danışqah düzəldi, radio düzəldi, çapxana düzəldi, bancilər milli oldu. Qocalar üçün ev düzəldi, bimaristan düzəldi, teatr evi düzəldi, çap və nəşr üçün bonqahlar düzəldi. Əncümənhay iyaləti vilayətini düzəltdilər. İslahat ərzini Pişəvəri başladı burada elədi. Sonralıqda gəldi Pəhləvidə bu ittifaq düşdü. Bu xədəmat, bu bir ilin içində dadgahlarda sən getdin türkü dif elədin. Mədrəsələrdə türkü yazdın, öz dilin kimin. Yaxşı. Calibi bu idi ki, Pişəvəri dedi ki, mən istiqlal istəmirəm. Yəni, fikirliyəsiz biz istəyirik ayrılaq. Əbədən, biz İranı sevirik. Oğlunun adını birini Dariuş qoydu. Yəni, o qayət bunlar İranı sevirdilər. Bizdən də deyirik, İranı sevirik. Çox sevirik. Bizə deyirlər, yox, sən türkçü danışsan, pantürksən. Baba, biz İranı istəyirik. Təşdəki torpağını aşığıq bu vətənə. Heşmədə razı dərik verək. Deyir, yox, sən elə pantürksən, biz də pantürk deyəcək. Bunlar o tərsə düşüncələrdirlər, da bizə yayırlar. Calibi budur ki, rəhmətli Seyyid Cəfər Pişəvəri Vizarət Umuru Xarici adam qoymur.
Vəzarət Umur Xariciyə adam qoymur. 2-3 dənə vəzarətxana qoyur, vəli Umur Xariciyəni qoyur. Deyir, niyə qoymursan? Deyək, mən məmləkətdən ayırmamışam ki, xarici işlərinə mən ayrı adam gətirəm, qoyam bura, bunlar təslim tutarlar. Eyni bu cümhurinin tayini Şumalda Mirza Puçeçxan qoyur. Mirza Puçeçxan qoyur, özü də bilirsiniz, kamilən bu adam, məsələn, sosialisti, komünistliyə bağlı və istiqlala fikirləşirdilər. Vəzir Umur Xaricəsi də vardı, istəyirlər bu məmləkətdən ayıralar. Separatçı idilər, təzyiyə tələb edilər bu cümhurilər, yaxçı, Şumaldakı olan. 11 Azər bizim təqvimimizdə Mirza Puçeçxanın şəhadət günüdür, hamı onu kutsallayar. Deyərlər ki, bəli, o gün bizə muhtənəmdir. Amma Azərbaycanın pişəvəri ki, təzyiyə tələb dərdi, təhk istəyirdi bizlərlə hakimiyyətdən çoxlu ixtiyar alsın Azərbaycana. Azərbaycanın o batmış, keçmiş həqlərini diritsin, biz onunla danışmaq bizə yasaqdır. Bu tərsə düşüncələrdirlər də. Biz bu tərsə düşüncələrin içindən çıxanmırıq eşiyə. Xob, gələk ayələrə mən sürətlə ayələrə yetirim. فَرَجَعُوا إِلَىٰ أَنْفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنْتُمُ الظَّالِمُونَ. Mən bu rəcəu ilə ənfusihimin üstündə eləyə bilərəm 2 saat, 3 saat danışam. Amma fəqət mənim vaxtım yoxdur. Deyir ki, onlar özlərinə qeyddirlər. Axı, bu özlər kimdir? Bu xişdən kimdir ki, bunlar özlərinə qeydirlər? O butlar ki, İbrahim sındırdı, onlar baxdılar, sonra dedilər ki, özlərinə qeydəndən sonra dedilər, siz zalimsiz. Bu özlük nəmə nədir? Ki, döktür şəriəti də deyildi ki, bazgəş bir xişdən, bu hansı xişdəndir? Biz öz xişdənimizi tapmalıyıq. Biz tərsə düşüncədən bir dənə qurtulmağımız öz xişdənimizə, özlüyümüzə qeytməlidir. Məncə bizim özlüyümüzün 2 qanatı vardır. Bir tühlüqdür, bir İslamlıqdır. Tühlüqdən biz qeyrət, həmiyyət, özümüzü sevməyimizi alırıq. İslamlıqdan inanc, iman, güc, mənəviyyət, təsahül, təsamuh bunları alırıq. Bunların ikisinin də əqlaniyyəti bir-birlərinə yoxundular. Axı sən tühlüğü və İslamlığı dansan, 1400 il tarixi burada silirsən sən. Heç də sən dayana bilənməzsən. فَقَالُوا إِنَّكُمْ أَنْتُمُ الظَّالِمُونَ ثُمَّ نُكِسُوا عَلَى رُؤُوسِهِمْ. Bunlar başlarını saldılar aşağıya. لَقَدْ عَلِمْتَ مَا هَؤُلَاءِ يَنْتِقُونَ. Siz bilirsiniz ki, axı bunlar danışmazlar. Nutq. Danışmazlar bu botlar. Nutq kələməsi. Dil. Dilin fəlsəfəsi. Çox cəlibdir. Biz Qur'ana müraciət eləyəndə görürsünüz ki, Qur'anda bir ayə vardı. 22-ci ayə Rum surəsində Allah Teala buyurur ki: "Və min ayatihi xalqus semavat vel arz və ixtilafu alsinatikum və alvanikum." Deyir, mənim ayələrimdən biri budur ki, mən sizin dillərinizi fərqli yaratmışam. İxtilaf alsinatikum və alvanikum. Sizlərin dəriləriniz, biriniz ağ dəri, qırmızı dəri, qərə dəri, bunları yaratmam. Mən özüm sevmişəm də bunu. Mən istəsəydim, Qur'anın ayələrində var, hamizə ilə mömin eləyərdim. Bizdə bu güc var da eləyər. İstəməmişik. Biz istəmişik ki, sizlər fərqli danışasınız. Bu fərqi olmaq bir dənə ayədir. Siz bu ayəyə iman gətirəsiniz. Əgər siz bu fərqi və bu tənəvvü istəsəz aradan götürəsiniz, siz aləmin nəzmi ilə və Allahın o ayəsi ilə qarşı-qarşıya durursunuz. Axı bu düz deyil. Siz adınızı müslüman qoysaz, buna gərək boyun əyəsiniz ki, biz bütün dillərə yol verməliyik. Bütün dillərə. Xob. Qalə əfətəbudun. Bir də dilin barəsində bir tərsə düşüncə, əzizlər, budur ki, bizlərə deyirlər ki, nədir? Baba, bir şey deyər şah. Dil kələmələr apar da. Sözdür da, danışırıq. Burada bir şey o cür deyil. Dilin fəlsəfəsi vardır. Dil düşüncəni pişirir. Dil bir dənə mətbəxdir. Dil təhcə nəqqalə deyil kələmələr daşısın. Dil, o filsuflar ki, deydilər ki, insan məğzi 2 yerə bölünür. Zehn və zəban.
bir zehnidir, bir də dildir də, əslən şəkli sevvum yoxdur da. Eynəsən bunlar tərifləmirlər. Schopenhauer mənə demirdi, mən danışıram, aləmi yaraldıram. Wittgenstein də bundan açırdılar. Qərb dünyası bundan bəhslərini eləyib, biz hələ bu bəhslərin içindəyik. Xoş. Əfətəbudunə min dunillah ma la yenfəukum şeyən və la yezurrukum. Çox cəlib ayədir bu. İbadət gərək sizə qazaş yetirsin. Ola bilməz xasiyyətsiz ibadət. Siz Allahı qoyub bir dənə ibadətə üz gətirirsiniz ki, orada nə qazaş var, nə ziyan var. Yəni nə? Yəni bu ki, siz Allah'a ibadət eləsəz, o sizin ibadətinizdən asılıdır. Bir cür ibadət eləyə bilərsiniz, onun içindən nəfi çıxaldarsınız. Bir cür ibadət eləyə bilərsiniz, onun içindən ziyan çıxaldarsınız. Hər şey iki yerə bölünür. Mevlana'nın da sözüdür. Ahu deysən, hansı ahu? Ahu ki, onun göbəyindən xotan çıxır, ya məmuli ahu. Arı deysən, hansı arı? Arı ki, səni sancır, ya arı ki, baltolu deyir. Şir, hansı şiri deysən? O şiri ki, yırtıcıdır, ya o şiri ki, işməlidir. Yəni, Mevlana bir dənə analitik olaraq bir dənə insan, hər şey bundan soruşanda bu deyir, hansı? Hansını siz deyirsiniz? Biz çaşmayacaq. Deyin, əvvəl böləcək. Divide, conquer. Böl, qələbə çal. İngilislərin bir məsələdir. Divide, conquer. Ta bölməsən, sən qələbə çalanmazsan ona. Hansıdır? Biz bunu soruşmalıyıq. Hansı ibadət? İbadəti ki, səni istəyir uçuda, sənə rəfət verə, yüngüllədə səni, ya səni ağırladacaqdır. Xub. Uffin ləkum və ləmə tə'budunə min dunillah əfələ təqilun. Vay olsun sizlərə. Bəs siz Allah'a qoyub onun yerinə ayrı şeylər ibadət edirsiniz. Bəs siz heç əqlizə salmısınız. Cəlib budur, əzizlər. Quran təhcə kitabdır ki, müqəddəs kitabların içində. Mən Tovrata da baxmışam, İncilə də baxmışam. Heç kitab Quranca bir belə əqlə, fikrə, düşünməyə dayanmır. O birisi kitablara siz baxsaz, sizi bir cürə təəbbuda ki, əqlaniyyətdən, düşüncədən ayrı olaraq o sizi çağırır. Amma siz Qurana baxanda, çoxlu yerlərdə baxanda sizi deyir ki, bəs siz heç əqlinizi işə salmayacaqsınız, bəs siz heç düşünməyəcəksiniz, bəs siz heç görməyəcəksiniz, bəs siz heç bunları yad eləməyəcəksiniz, bəs siz buradan heç ibrət almayacaqsınız. Belə bir əzəmətlikdə, belə bir möcüzəli kitab olar. Ona görə Quran imanı əqlaniyyətin çərçəbəsində tərh eləyir. İman bu əqlaniyyətin çərçəbəsində hərəkət eləməlidir. Əfələ təqilun Təqilun 49 dəfə Quranda gəlibdir. 49 dəfə. Təqilun bir müməyyizə bir qüvvədir. Yəni insanlar eləyə bilir ki, İnsan bir dərəcəyə çatır ki, eləyə bilir xeyri, şərri, haqqi, batili bu qüvvə ilə eləyə bilir, seçsin. Təmizə çatsın axı. Çünki bir təmizyanman sərvərən, sahibi xər ra be cay xər bərən. Bu təmiz olmasa hər şeyi biz qatacaq. Bu əql gəlir burada. Xoş, calibi budur ki, biz Türkçədə baxanda görürük ki, bəzi vaxt ağılı aynı anda yazırlar. Ağıl. Mən məsələlərimizə baxırdım. Gördüm ki, nə ola bilər ki, ağlıqla ağılın nə nisbəti var? Başım ağardı, gözüm ağardı. Yaxçı, elə bir belə zehnə gəlir ki, bizim içimizdə əslən zülmət, yəni Türkün məfkurəsində zülmət qaranlıq deyil, zülmət bir növ ağlıqdır. Ağlığa sarı gedirsən. Qaranlıq burada yoxdur. Ağıl da ağlıqdan gəlir. Yəni sən işlətdikcə ağarırsan, roşənləşirsən, açıqlanırsan. Bu həməni ki, Həzrət Əli də deydi, mən təfəkkərə əbsərə. Hər kim elə bir zərrə ağıldan bəhr aparsa, bu nə edəcəkdir? Açıqlanacaqdır. Yəni, əbsərə, yəni o, der vaqa o roşənliğə, ağlığa çatacaqdır. Xoş, gəldik. Qalu harriquhu vansuru alhatakum.
En kuntum failin. Xub onu yandırın. Alihələrinizə yardım edin. Əgər siz istəyirsiniz bir iş görəsiz. Burada da en vardı da. Bir nəhvi sərfi kələmədə deyək ki, en şərt ola bilər, müxəffəfəz, müsəqqələ ola bilər, en nafiyə ola bilər. Burada en şərtidir, feilin üstünə gəlibdir. Qulna ya naru kuni bərdən və səlamən əla İbrahim. Biz o əlavə dedik ki, sən sərin olcunan, zərərsiz olcunan İbrahimə sər. Əzizlər, İbrahim 26 dəfə Məsnəvidə gəlib, 69 dəfə də Quranda gəlibdir. Bir dənə tərsə düşüncələrdən biri budur ki, bəzi o etimologlar gəliblər İbrahimi, demək olar, Abrahamdan tutublar filandan. Amma mən çoxlu bu kələmənin üstündə işlədim. Baxdım, gördüm ki, yox, bu kələmə Sumerdən alınıbdır. Bir yol, bilirsiniz də, Sumerin dilləri də o cür ki, əziz işləyənlərimiz də işləyirlər. İltisaqi dildir və Türkün dili ilə də çoxlu bunun bağlantısı vardır. İbrahim Sumer şəhrində, Sumer demək olar bölgəsində, Ur şəhrində anadan olur. Ur, Ərağın bir şəhərlər olur. Oradan sonra köçür, gedir Hərrana. Hərran Türkiyənin güneyində. Oradan gedir Filistinə. Orada gedir Filistində daşları yığır bir-birinin üstünə, bir dənə yer düzəldir. O daşları qalır bir-birinin üstünə, deyib, bura kutsal bir yerdir. Bu daşları bir-birinin üstünə qalamaq və onu kutsal və müqəddəs tutmaq bir şamanı düşüncədir. Biz ki deyirik, Türkü İslam şamanizmə dayanır, Farsi İslam Zərtoşdiyə və Hindiyə dayanır. Əgər Farsi İslam bir belə çalışır, hər şeyi hakimiyyət sahətinə gəlsin, bir xatir o Zərtoşdun düşüncəsidir. Zərtoşdu düşüncədə din, hakimiyyətin həmişə qırağında və içindədir. Şaman bir dənə məşrəbdir. Ona görə Türkü İslam tamamilə bir dənə sekular və laik bir dənə dindir. Çünki laiklik ədalətə yaxındır. Axı bütün düşüncələrə eşit məsafəni qorumaqdır. Sən onu qorumasan, ədalətdən çıxırsan eşiyə. Xub, orada gəlir, onu qurur və bunun oranın adına Obo deyirlər. Obo, Oba, İbrahim, İbi. Bunlar hamısı bir-birlərinə yoxun bir kələmə, ilamı kələmə. Sonra gəlir Abum, sonralıqda gəlir həman zigorat zat ki, düzəlir. Ob, Oba, İbi, Obara. Bunlar hamısı İbrahim kələməsidirlər. İbrahimin demək olar köklərindəndirlər. Yəni ilahi qorucu. Yəni mühafizə bir dənə ilahi. Yəni İbrahimin demək olar mənası bu. İbrahimin atası da ki, xub Azər idi. Azər də elə bir Sümeri kələmə, Oto, yəni günəş ilahəsi, Akedidir. Akedidən sonra gəlir, demək olar, bunlar Sümeri olur. Sümeridən gəlir Akediyə. Akediyə bu günəş alihəsi olur Şamız, Şəms, Şaman. Bunlar da bir kökdən aparır. Nasir Mənzuri də bunu Şəmsi, Şamandan o kitablarında gətirir. Azər, Otoər kələməsindən Dairətül Marif-i Britanikada bunları gətiribdir. Mən oradan çıxartmışam. İbrahimin həyat yoldaşı Sara, türkü kələmə, sarı, sarı gəlin. Sarı gəlin, həman günəşin o nuruna işarə eləmək. Öz əmi qızısı idi. Sumeri kələmədir. Sonra gəlir, demək olar, Aramiyə keçir. Zər, Zəri, Sara, Zöhrə, hamısı bu lüğətname-i Sümeriyə Pensilvaniyada nə mənədir? Bugün adı gəlibdir. Ərz edeyim ki, mənə işarət edirlər ki, yavaş-yavaş vaxt keçir. Mən 2 dəqiqədə cəmliyim da, demək olar. Baş üstə. Xob, 71-ci ayədə və nəccəyna və lutən eləl-ərd əlləti barəkna fiyhə lil-aləmin. Bu ərz burada həman Şam-ı Filistinə işarət edir. Sonra gəlir və həbna ləhu İshaq və Yaqub nafilətən. Biz İshaq və Yaqubu verdik. Amma o ayeyi ki, mən istedim bir adca onun üstündə də danışam. Və cəəlnahum əimmətən yəhdunə bi əmrina. 73-cü ayədədir.
Əzizlər, burada əimmə kələməsi gəlibdir. İmamla bağlı demək olar da, müfrədi imam kələməsidir. Biz onları imam etdik. Bizim dəsturumuzla hidayət eləsinlər. Quranda imam... Bir dəqiqə. Dostlar, qərarda məsələmizi ayə hənuy buyursunlar. Elə bir gecəki yapanlıqda deyətləri saldılar. Buyurun, çəşm, ələm. Mən cəmlən sistemdə icazə istəyəm. Qərarda məsələmizdə ayə hənuy buyursunlar. Müntahiyyə bir yekən salətlər var və çətin olacaq idarə etməklə. Mən cəmlən icazə istəyəm. Əgər imkanımızda var, ayə izafə vaxt verək ki, mətləblərini irayə versinlər və əgər imkanınızda olsa, məsnəvini də cənabınız buyura biləsiniz. Mən icazə versəz elə Qur'anı idamı verək də, əgər dostlar, qada buyururlar, bir əl olacaq da. Çox. Sağ olun, bir çəpik salaq. Xoş. Ərz edeyim ki, onda mən rüxsət alıram cəmlən 69-cu ayəyə qeydəm. Çünki məsnəvi də demək olar burada qoyulur bizim boynumuza. Mən burada o məsnəviyə də işarətim olacaqdır. Pəs İbrahimin demək olar etimolojisini Sumeridən, Akedidən, Azər kələməsi və Sara kələməsinə biz işarə elədik. Yol 26 dəfə dedik məsnəvidə gəlir, 69 dəfə Qur'anda gəlir. Mevlana deyir ki, در تو نمرودی است آتش در مرو رفت خواهی اول ابراهیم شو. خب bizim içimizdə bir Nəmrudlar vardı. Sən istəyəsən odun içinə girəsən, həm Nəmrud olasan, həm odun içinə girəsən ola bilməz ki. Səncə İbrahim olasan ki, girəsən odun içində və öz Nəmrudu öz içində onu yandıra biləsən. Mevlana o məruf bir nağılı vardı ki, deyir ki, o sufilər yığışırlar, bir yerə xanigahda yığışırlar. Bir dənə sufi gəlir, çox məzərət istəyirəm də, mərkəbini, eşyəni tapşırır o xanigahın məsuluna, deyir ki, bundan müvazib ol cünən. Mən çıxandan sonra səndən təhvil alacağım. از سر تقصیر آن صوفی رمه خرفروشی در گرفتندان همه که از ضرورت هست مرداری مباح بس فسادی که از ضرورت شد صلاح هم در آن دم آن خرک بفروختند لوت آوردند و شمع افروختند ولوله افتادند در خانقه که میشبان لوت و سماع است و شرح چند از این زنبیل و وین دریوزه چند از این صبر و وین سه روزه چند ما هم از خلقیم جان داریم ما دولت امشب میهمان داریم ما. Deyir ki, bunlar gəldilər. Bu sufilər də acıdılar. Bərhal bunlar sultanların enamatı ilə geçinirdilər. Bu Türk Səlatin gərək bunlara xidmət eləyərdilər, yetişirdilər bunlara. Və bunlara ki, enamat yetişirdi xanigahlarda, bunlar gördüm 3 günün qəzasını bir vədədə yeydilər. Çünki gələcəyə elə ümidləri yox idi ki, məsələn, sabahda qəza gələcəkdir. Ona görə bir dənə belə bir enam yetişib buna, furən o tərəfin o eşyəni orada məzət istəyəm satırlar və neynirlər, sifariş verirlər, qəza gəlir, bunlar başlayırlar, yeyirlər. Yiyəndən sonra an musafir نیز از راه دراز خسته بود و دید آن اقبال و ناز صوفیانش یک به یک بنواختند نرد خدمت‌های خوش می‌باختند چون سما آمد از اول تا کران مطرب آغازید یک ضرب گران خربرفت و خربرفت آغاز کرد زین حراره جمله را انباز کرد زین حراره پایکوبان تا سحر کف زنان خررفت گفت ey پسر. Səhərə ki, bunlar düşürlər səmağa, orada çalırdılar, oynayırdılar və bir dənə şuar seçmişdilər məclisdə. Hamısı deyidilər ki, xərrəf, ayaq vururdular. Xanqahda da toz qalxmışdı göyə kimin bunlar və o sufi də, o demək olar işləyən sahabı da gəlir neyniyir? Deyir ki, nə gözəl məhfildir, mən də qaçışım bunların içinə. O da neyniyir? Qaçışır bunların içində, bunlarla deyir. Deyən kimin o
məsul xanıqahçı var idi, qərardı ki, bu eşəkdən müvazibəçilik eləsin. O gəlir baxır görür ki, baba, bugün özü də buradadır elə, qaçışıb bunların içinə. خانقه خالی شد و صوفی بمان گرد از رخت آن مسافر می فشان. خادم آمد گفت صوفی خر کجاست؟ گفت ریش بین جنگی بخواست. دیگه چی necə yanım? Riş bin o istilahdır da, yəni məsələn tipinə bax, portretinə bax, modelinə bax, elə bu qəziyyədə də, macerada da. گفت والله آمدم من بارها تا تو را واقف کنم زین کارها. تو همین گفتی که خر رفت ای پسر از همه گویندگان بازوقتر. من gələrdim sənə deyəm ki, sən eşşəyi xəşlədilər ha, getdi. Vəli sən hamıdan uca deyirdin ki, eşşək getdi. Xər berəfdi. Sən hamıdan uca deyirdin. Mən də deyirdim, sən özün cəryandasan, sən bilirsən də, mənim səndən işim yoxudur. Onda Mevlana işarə edir ki, مرمرا تقلیدشان برباد داد. خواسته تقلید چنین بی حاصلان خشم ابراهیم با بر آفلان. İbrahim ki ufullara xəşm eləyirdi və hisslənirdi, deyirdi ki, mən o Tanrını sevəcəm ki, o uful eləməsin. Siz müqəllidsiniz, uful eləyəni də ibadət eləməzlər. Onu görə siz ibadət eləyəsiniz ki, baqidir, daimdir, cavdanədir. Siz ona dayanmalısınız. خب و نجینا و لوطا الى الارض. لوط da demək olar ki, elə Həzrət İbrahimin əmoğlusu idi. Bu nişan verir ki, bir dövrədə eləyə bilər 2 dənə peyğəmbər olsun da, anı vahiddə. Həm İbrahimdə vardı, həm Lutda vardı. İkisi də peyğəmbər. Yaxşı. Bəd və vəhəbna ləhu İshaq və Yaqub nafilətən. Burada İshaq və Yaqub salih bəndələri bilir, Qur'an. Və eyni halda gəlir bunları əimmə bilir. İmam tanıyır. Əzizlər, Qur'anda imam və əimmə 2 yerə bölünür. Necə deyirik, hər şeyi biz çalışacaq 2 yerə bölər? Qur'an da bu işi görübdür. Qur'an deyir ki, 2 cürə əimməmiz var. Bir əimmətən yəd'unə ilən-nar, bir əimmətən yəhdunə bi-əmrinə. İmamlar vardılar ki, sizi oda dəvət eləyirlər, imaman-ı zəlalətdilər. Yəni bunlar imamdılar, amma zəlalət imamıdırlar. Sizi doğru yola aparmayacaqlar. Siz onların dövrəsinə yığışsaz, sizi zəlalətə və azğınlığa dəvət edəcəklər. Hardadılar bu? 41-ci ayədə Qəsəs surəsində buyurur ki, və cəlnahum əimmətən yəd'unə ilən-nar. Əimmə burada gəlibdir. Biz onları, mənzur o Bəni İsraili deyir, biz onları imamları qərar verdik, imamları etdik ki, bunlar در واقع nara, oda bunlar çağırırlar. Tövbə surəsində 12-ci ayədə də buna Qur'an yenə də işarət edir. Deyir ki, və in nəkəzu əymanəhum min bə'də əhdihim və ta'nu fi dinikum fəqatilu əimmətəl kufr. Əimmətəl kufr, imaman kufr ola bilər məyəm? Həm imam olasan, həm milləti kafir eləyəsən, küfrə çəkəsən. Əimmətəl kufrdur. Quran özü deyil. Hardan tanımaq olar bunları? Hardan? Nəkəsu əymanəhum. Bunlar əhdilərini, andılarını sındırandılar. Əgər gördünüz bunlar xolfu vədə eləyirlər, yalan danışırlar. O peymanı ki millətə bağlayıblar, ondan onu sındırırlar. Əimmətəl kufrdular bunlar. Dövrəsinə yığışmayın. İkinci əimmə də var. Əimmətəl hidayədirlər bunlar. Əlbəttə bunlar imaman hidayətdirlər. Biz bunları əmr etmişik. Hidayətə çağırış versinlər. Secdə surəsində 24-cü ayədə Allah Teala buyurur: "Cəlna minhum əimmətən yəhdunə bi-əmrinə." Elə bu ayədə də 70-ci ayədə də buyurur.
Cəlnahum əimmətən yəhdunə bi əmrinə. Hardan tanımaq olar bunlar? Onlar ki sizi bağışlamağa dəvət edirlər. İta əz-zəkat. Özləri bağışlayandılar. Çox asan keçirlər. Bağışlamaq, malından, canından, bunlardan keçmək İmaman Hidayətin xəslətlərini sayır da. Sizi səlata dəvət eləmək. Yığışasız bir yerdə. İqamə səlatdır da, yəni bir yerdə qurmaqdır. Bizim səlatı fərdi در واقع Quranda o məniyə yoxumuzdur. Yığışın namaz qılın. İqamə səlatdır. Yox. Orada nə mənadır? Bunların xəslətlərindən, bu öndərlərin, bu liderlərin, bu imamanın xəslətlərindən sayır. İmaman hidayətdirlər. Ya Qəsəs surəsində 5-ci ayədə deyir: "Nuridu en nemunne alellezine istuz'ifu fil ard ve nec'alhum a'immeten." Biz onları ki yeryüzündə zəif oldular, biz bunlara minnət qoyduq və istədik bunları imamlar edək. Bunları varislər qərar verək. Hətta bundan bilirsiniz də Bəni İsrail çoxlu bəhrə aparır filan eləyir. Ki elə biz demək olar yerin varisləri olmalıyıq və yerə biz sahib olmalıyıq. Allahın seçmiş qovmu biz olmalıyıq. Quran əlbəttə belə deyil. Quran soralıqda gəlib bunu nəqz eləyir. Deyir ki siz bunlar ola bilənməzsiniz və biz bunu da hələn görürük burada. Qəzzədə də gördük. 45 mindən çox insanı qırdılar. Tərsə düşüncələr budur da əzizlər. Hüquq-u bəşər 45 min dənə insanın ölməyinə göz örtür. İslam-ı Ələvi Suriyədə ikinci Aşovitsi düzəldir. Sedyana. Hələ zindanlara görsən tapanmırlar ki, neçə nəfər onların içindədirlər. Nə cür bunları gəliblər, mücazat eləyirlər. Və lutən atəynəhu hukmən və ilmən və nəccəynəhu minəl qəriyyətəlləti kânət tə'məlul xəbaith. Biz Luta hökm verdik. Hökm iki mənini burada daşıya bilər. Biri peyğəmbərçilikdir, yalavacılıqdır, nübüvvəti verdik. Bir də hakimiyyətdir. Güc verdik buna. Və elmən və bilim, bilmək. Biz Luta verdik. Və nəccəynəhu minəl qəriyyətəlləti. Qəriyə də abadançılıqda o yerdəki yaşayırdılar. Tə'məlul xəbaiz. Bunlar pis işlər görürdülər. Həmcinsbazdılar orada. İnnəhum kanu qavmə səv'in. Lutun xanımı da o cür ki nəql olunur. Duza çönür da o şəhərdə. Bəli. Qavmə səv'in fasiqin. Səv ilə suun da fərqi vardı. Su kələməsi pis, sav kələməsi pislik. O sifət bu məstəri daşıyır. Sav 9 dəfə Quranda gəlir. Su 50 dəfə Quranda gəlir. Səyyə bu kələmədəndir. Fasiqin. Bunlar fasiqdirlər. Əzizlər, biz o milli fəlsəfədən danışanda, Farabinin düşüncəsini açanda, Farabi istəyirdi ki, Qızıl Almanın mərifəti təməllərini aça, Mədinə-i Faziliyə bizi çatdırmaq üçün deyirdi ki, siz bu Mədinə-i Faziliyə çatmaq üçün 4 dənə Mədinə ilə gərək qarşı-qarşıya durasınız. Ola bilməz siz durub baxasınız. Axı bu 4 dənə Mədinənin gərək təklifini roşən eləyib gələsiz Fazilə Mədinəsinə çatarsınız. Biri Mədinə-i Cahilə idi. Mədinə-i Cahilə o Mədinədir ki, insanları, elmləri yoxdur, cahildilər. Xob, bunlara nə etməliyik? Bunlara elm pompaj eləməliyik da, bunlara agahlandırmalıyıq, xəbər verməliyik, bunlara üstə çəkməliyik. Rahat dərman eləmək olar. Mədinə-i Cahilədə bizim müşkülümüz yoxdur. İkincisi nə mənə idi? İkincisi deyildi ki, Mədinə-i fasiqədir. Mədinə-i fasiqə, fasiqin. Mədinə-i fasiqə deyir, onlardılar ki, onlar səadət yolunu bilirlər, hardan səadətə çatmaq olar. Axı cahilə bilmirdi səadət yolunu.
Gəlsən gedərdin, deyərdin yol burdandır. Fasiqə bilirdi səadət yolu hardadır, amma yolu getmirdi. Pis işlər görürdü. Cürmü, günahı, hamısını elin, adamların içində çıxaldırdı üzə fasiqin. Üçüncüsü, mütəbəddilə idi. Farabi deyildi ki, Mədinə-i mütəbəddilə o insanlardılar ki, öz kimliyindən, öz mənliyindən dönüb ayrı bir kimlik qazanıblar. Hoviyyətlərini, identifi. Əzizlər, biz bu məmləkətdə bir dənə buhran identifi ilə yaşayırıq. Və yaşayırıq. Hoviyyət. Biz axı kimik? Biz özümüzdən haqqımız yoxdur soruşaq biz kimik? Çəkəsəm mən. Keçenin vəsvəsi məndəm. Gəhəzin suy kəşəndəm. Gəhəzan suy kəşəndəm. Nəfəsi tund و məluləm. Nəfəsi rəhzən و quləm. Nəfəsi zind و burunəm. Ki bəran bam بلندəm. Bu sual elə Mevlana'nın da özünə gəldi. Mevlana da bir dövrədə tərsə düşüncənin içindəydi. Şəms gedir onu qutarır. Təbriz məktəbi Mevlana'nı qutarır. Yoxsa Mevlana da elə bir qəzzaliyyətay bir insan idi. Konya'da yaşayacaqdı. Tərsə düşüncədən Mevlana'nı Şəms qutarır. Şəms-i Təbrizi qutarır. Məktəbi Təbriz qutarır. Və o qədridir ki, siz baxırsınız, görürsünüz ki, Mevlana gəlir Şəms-i divanında nə qədər Təbrizdən yad eləyir. Əsbəhət Təbriz indi qiblətən əv müşriqən. Təbrizə qiblə gözü ilə baxır. Mən deyim, namazımı qılanda Təbrizlə tənzim edirəm. Bu insan o qədər özünü Təbrizə bağımlı görür ki, Təbrizə qiblə gözü ilə baxır. Bu Təbriz məktəbinin gücüdür. Təbriz məktəbində həm ulum dəqiqə var, həm qeyri dəqiqə var. Həm fəlsəfəsi var, həm hikməti var, həm irfanı var, həm əxlaqı var, həm memarisi var, həm xəttatısı var, həm miniatyoruğu var, həm ədəbiyyatı var. Bir bütün məktəbdir ki, eləyə bilər digər məktəblərin qabağında meydan oxusun. Təbriz məktəbidir. Şah İsmail Xətai Həratdan alimləri yığışdırdı cəhdi. Əmir Teymur gəlir Təbrizin örtülü bazarına gedəndə, orada qızılçı bazarını görəndə Təbrizlə işi olmur. Deyir, bir belə zəncin, bir belə qızıllı şəhər, mən bura əl vuranmanam. Mən bu şəhərdən utanıram. Və Təbrizlə işi olmur. Bunlar tərsə düşüncədirlər ki, Şah İsmail gəldi, qılıncla bu naşi elədi. Belə şeylər tarixdə yoxdular. Bunlar şubiyələrin tərsə, cəhəli, qullabi sözləri də bizim içimizdə yayıblar. Xub, qovm-i fasiq, mütəbəddilə, zallə. Bir dənə də zalləni işarət edin. Hətmən, bir dəqiqə mənə fürsət versəz, tamam. Dördüncü camiə ki, Farabi onunla danışır, əzizlər, Mədinə-i Zallədir. Çox cəlibdir, ay Səccadı bu kitabı tərcümə eləydi, mən bu kitabı nəqd elədim. Gördüm, heç bu zalləni işarə eləməyib əslən. O insan, o alim, o əzəmətlikdə filsuf deyir ki, Mədinə-i Zallə o Mədinədir ki, onun rəhbəri hər ləhzə fikr eləyir ki, göydən buna vəhy nazil olur. Deyir, o camiə heç vaxt səadət yolunu görməyəcək. Sən hər ləhzə fikr eləyəsən ki, sənə göydən vəhy nazil olur. Yuxarı aləmlərlə irtibatdasan, Farabi deyir, o Mədinə, Mədinə-i Zallədir. O bir yerə çatmayacaq. Sizi qoymayacaq Mədinə-i Faziləyə çatasız. Və ədxəlnahu fi rəhmətinə innəhu minəs-salihin. Biz öz mərhəmətimizlə Lutu neynədik? Öz mərhəmətimizə daxil etdik və onu salih insanlardan qərar verdik. Çox xoşluram ki, sözün sonunu bir qəzəllə Şəms divanından qurtaram. Əgər bu rüxsəti versəz, çox gözəl qəzəldir ki, burada Mevlana o tərsə düşüncədən qurtulmağını, Şəmsin gəlib o fikri bunda etki bağışlamağını o qəzəldə neyniyir, gətirir. Xuy bəd darəm, məluləm, تو مرا معذور دار. خوی من کی خوش شود بی روی خوبت ای نگار.
mən o tərsə düşüncə məni bədəxlaq bara gətirib. Əslən, mən adamlarla geçinəmirəm. Hamı ilə istəyirəm dava eləyəm. Mən istəyirəm sən gələsən mənim yanıma. Mən səndən gözəl danışmağı öyrənəm. Adamlarla geçinməyi öyrənəm. Bی تو هستم چون زمستان خلق از من در عذاب با تو هستم چون گلستان خوی من خوی بهار. Mən sənsiz bir qışa oxşuyuram. Milləti əzaba salmışam. Amma sən mənim yanımda olanda mən bir bahara oxşuyuram. Mənim əxlaqım da bahar kimindir. Hamı məndən keçinir. Bu həman doğru düşüncə, tərsə düşüncədir ha. Mevlana gətirir ha. Mən tərsə düşüncədə yaşayanda bir qış kimindim. İndi ki doğru düşüncəyə çatmışam, eyni bir bahar kiminəm. Bi تو بی عقلم ملولم هرچه گویم کج بود. Mən tərsə düşüncədə ağlımı da əldən vermişdim. Məlul uydum. Hər nə deydim, əyri-üyrüydü, əyri-büyrüydü. Sən gəldin mənə bu ağlı bağışladın. Mən xəcil az عقل و عقل از نور رویت şərmsar. Sənin nurun gəldi, mənim bu ağlımı açıqlandırdı, parlaqlandırdı, işıqlandırdı. Axı deyirlər, axı niyə? Muridlərdən soruşurlar, axı nəcür oldu belə şey oldu? Deyir ki, buna görə ki, آب بد را چیست درمان باز در ceyhun şödən. Mən bir çirkin suydum. Bu çirkin su gərək ceyhuna girərdi. Şəms ceyhun idi, Şəms Təbriz gəldi. خوی بد را چیست درمان باز دیدن روی یار. Sağ olasın. Çok teşekkür ederim. Çok iyi bir başlıyor. Bu da cevap verin. Ben təsarrufum. Buyurun. Mən istəmirəm. Hacı, mən vaxtən nəzərdə Yox, sual sorar. Söhbətlərinizdən səhəriz xeyir olsun, sağ olasınız, əzinci bu fürsətini yaratdınız. Bir dənə sualım var idi, mən məcəllə ilə bağlı məzrət mütəqedirəm. Bir dənə məqalə-i məcəllə Buxarada ayı Döftü Müvəhhid çap elədi müddətlər به نام 30 سال بعد از پیغمبر که sonra bu oldu bir dənə kitab به نام در کشاکش دین و دولت. Mən bu kitabı 2 seyir oxumuşam. Bir dənə sualım var. O ibarətdir bundan ki, bu söhbəti ki, عنوان دین اسلام طرح olur. Bunun asli insan-ı kamili Hazreti Peygamberdir. Bu zuhur به اصطلاح insanisidir. Hazreti Peygamberin havariyununu Ebu Bekr و عمر و عثمان و سلمان و طلحه و زبیر و علی دیدن. Hətta Səlman yoxumuzdur da tarixdə. Səlman Cəliyyətdir, Səlman yoxumuz. Səlman-ı Sami varımızdır bizim. Arz elədim və mən savadım o در حد o kitabını da oxumuşam. Ondan çox bilmirəm. Hazreti Peygamber ki başını yerə qoydu, davayı qudrət beyni bu havariyun başladı. Əgər bu söhbətlərin به اصطلاح çekidə və به اصطلاح müşəxəs bunyanı var və bir ölçüsü var, bir yolu var, nə əcəb bu havariyun eləyənmədilər onu təxbir alarlar. Əgər bu söz o qədər pincilərdir ki, bu neçə nəfərin arasında müxtəlif bərdاشtlar var, biz nəcünü deyə bilirik ki, məsələn, bəd az yüzlər il müxtəlif adamlar eləyə bilərlər onun əslini təxbir alarlar. Yəni, kim deyə bilər ki, təsəvvür məsələn, bu فرمایشی که اسلام تصور دیدگاه ترکی مثلا اصلی ترین دیدگاه اسلامی بدون واسطه پیغمبران ارتباط olan adamların سر موضوع قدرت مختلف به اصطلاح بحثler vardı. Bu ölçü ki rəftarı düz qoyaq ya bu rəftarı qələt qoyaq sizin nəzərinizdə bu ölçü nə mənədir? Çox ali. Təşəkkür ederim. Cevaplar zaten sırada. Subhanədən sonra. Döktür gedəcək. Eğer ki tərsə düşüncəyə buyurursunuz, bu müşəxəs olmalı fərmaşlarsa. Tamam. Bəs icazə bu səfər Subhanəyə yemək hərtindən vacibdir. Çəşmə. Ondan sonra sual. Ya bir təşviq edelim.